Hello, dear children. Salam, əziz uşaqlar. Unit 3, Lesson 2. 3-cü bölüm, 2-ci dərs. Exercise 1 on page 28. Birinci dərs, səhifə 28-də. Happy Camp, xoşbəxt düşərgə. Listen and repeat. Dinlə və təkrar et. Uşaqlar, gəlin əvvəlcə birinci tapşırıqdakı mətni oxuyaq və tərcümə edək. What is it? Bu nədir? A bear? Ayıdır. It's not a bear. Bu ayı değil. It's a fox. Bu tülküdür. Cool. It's an eagle. Əla. Bu qartaldır. Wow. Look. An owl. Wow. Bax. Bayquş. Uşaqlar. İndi isə dinləmə mətnini dinləyək. Happy Camp. Happy Camp, Happy Camp, Happy Camp. What is it? A bear? It isn't a bear. It's a fox. Cool! It's an eagle. Wow! Look, an owl. Exercise 2. İkinci tapşırıq. Listen and find the letter. Dinlə və hərfi tap. Then listen and say. Daha sonra dinlə və de. Uşaqlar, ikinci tapşırığımızda sözlər verilib. Bu sözlərin baş hərflərinin yerinə boşluq buraxılıb. Biz bu boşluqda olacaq hərfləri tapmalıyıq. Birinci sözümüz bear, ayı sözüdür. Bear sözündə buraxılmış hərf B hərfi idi. İkinci sözümüz fox, tülkü deməkdir. Fox sözünün ilk buraxılmış hərfi F hərfidir. Üçüncü sözümüz deer, maral deməkdir. Deer sözündə buraxılmış hərf D hərfidir. Dördüncü sözümüz owl, bayquş deməkdir. Bu sözdə A hərfi buraxılmışdır. Beşinci sözümüz snake, ilan. Snake sözündə S hərfi buraxılmışdır. Altıncı, sonuncu sözümüz eagle. Eagle, qartal deməkdir. Eagle sözündə I hərfi buraxılmışdır. Uşaqlar, indi isə keçək dinləmə mətninə. Track 25. 1. Bear. 2. Fox. 3. Deer. 4. Owl. 5. Snake. 6. Eagle. Exercise 3. Üçüncü tapşırıq. On page 29. 29-cu səhifədə. Listen again to Happy Camp. Xoşbəxt düşərgəyə bir də qulaq asın. Amma öncə gəlin oxuyaq və tərcümə edək. What is it? Bu nədir? A horse? Atdır. It is not a horse. Bu at deyil. It's a deer. Bu maraldır. It's a snake. Run. Bu ilandır. Qaç. Help. Kömək et. Hiss. Uşaqlar, burada hiss ilanın səsidir. İndi isə Happy Camp, xoşbəxt düşərgə dinləmə mətninin davamını dinləyək. What is it? A horse? It isn't a horse. It's a deer. It's a snake. Run! Help! Grammar check. Qaydanı yoxla. Say true or false. De,
doğrudur veya yanlışdır. Uşaqlar, true doğru, false isə yanlış deməkdir. Uşaqlar, birinci cümləmizdə bizə bayquş rəsmi verilib və yazılıb. It's an eagle. Bu qartaldır. Rəsimdəki bayquş olduğu üçün bu variant səhvdir. Bu səbəbdən də önünə false yazacağıq. Yəni yanlışdır. İkinci cümləmizdə bizə tülkü rəsmi verilib və önünə yazılıb. It is not a bear. Bu ayı deyil. Bəli uşaqlar, bu tülkü rəsmidir, ayı deyil və buna görə də bu cümlənin önünə true, yəni doğru yazacağıq. Üçüncü cümləmizdə bir ilan rəsmi verilib və cümlə belədir. It's a snake. Bu ilandır. Bəli uşaqlar, rəsimdəki ilan olduğu üçün bu cümləyə true yazacağıq. Yəni doğru. Dördüncü və sonuncu variantda bizə bir maral rəsmi verilib və yazılıb. It's a horse. Bu atdır. Uşaqlar, rəsimdəki at olmadığından maral olduğu üçün biz bu variantı səhv, yəni yanlış olaraq qeyd edəcəyik, false yazacağıq. Exercise 5. 5-ci tapşırıq. Listen and cheer. Dinlə və şənlən. It's a fox. Bu tülküdür. It's a fox. Bu tülküdür. Yes, yes, yes. Bəli, bəli, bəli. It's not a bear. Bu ayı deyil. No, no, no. Xeyr, xeyr, xeyr. İndi isə dinləmə mətninə keçək. Track 25. 1. Bear. 2. Fox. 3. Deer. 4. Owl. 5. Snake. 6. Eagle. Uşaqlar, 29-cu səhifənin 3 hissəsində yeni bir hərfimiz var. Letter S. S hərfi. Bu hərf S kimi səslənir. Məsələn, snake, ilan. İndi isə S hərfinin əlyazmasını sizə təqdim edirəm.